Dünyanın ən böyük okeanı Atlantik okeanıdır. Düzdür yoxsa səhvdir? Səhvdir. Hansı okeandır? Sakit okean. Bravo! Hədiyyə gəlsin Hədiyyəni təqdim Şükran edirik Kitab xanıma. Evindən. Azərbaycanda neft şəhəri Sumqayıtdır. Düzdür yoxsa səhvdir? Sən də yox. Haradır? Bakı, Soraxanı, nə bilim, ən möhkəm yerlər. Cavab verəndə də belə verin. Ver Nə hədiyyəni. İnsanın ən böyük orqanı dəridir. Düzdür, səhvdir? Səhv. Allah haqqı düzdür. Bax. Niye öz kararınla? Birinci düz Doğru. demiştin de. Qubada qız qalası var. Düzdür yoxsa səhvdir? Yox. Hardadır qız qalası? Şəhərdə. Hansı şəhərdə ora? Bravo. Bu bir də kəlmə ilə hədiyyə qazandınız. Bayaqdan deyirsiniz ki, Kitab evindən sizə hədiyyə. Təşəkkürlər. təşəkkürlər. Kitab sözündə neçə hərf var? 5. Bravo. Hədiyyəsini verək uşağın. Hədiyyə. Ən sevdiyi. Ən sevdiyim Şükran Kitab evi. 55 yaşı var. Maşını Maşının 55 yaşı var. satmırsınız. Yox, bağışlayabilirim satmaya, yox satmıram. Birdən gəldilər bir 20 min verdilər. Yox, vermərəm. 30 min. Yox, vermərəm. Döşün yadigar saxlayıram, o 55 ildir sürürəm onu da. Hara verim onu? Yox. Heç nə, heç nə. Hayır. Uşaqların sevdiyi cırtdan kimdir? Hə? Mənim nəvələrim. Cırtdan nəvələrinizdir. Nəvələrimdir. Gəl onda belə eləyib. Orada hər evin bir nağıl qəhrəmanıdırlar. Mənim nəvələrim olar. Nəvələrimdən artıq kimi istəyirəm? Nəvələrim. Bir dənə də sual sizə. İlan uçan heyvandır, düzdür yoxsa səhv? Səhv. Uçan ilan. Gəlsin bir dənə hədiyyə. Novruz bayramında nələr pişirilir? Şəkər bura, paxlava, sonra Üçüncü nədir? Yumru. yumru, Top. Qoğa. Şəkər bura. paxlava, sonra qoğal. Qardaş, arada bir bayramda denən sənə qoğal versinlər. Yaxşı? Yaxşı. Şirin qoğal sevirsən, duzlu qoğal. Şirin. And iç. Allah. Ana vətən sözündə neçə söz birləşməsi var? 2. Bravo. Gətirin. Görürsüz? Nələrə bizdən hədiyyə. Sağ olun, sağ olun. Təşəkkür. Gözəl sözünün antonimi nədir? Çirkin. Çirkin. Düzgün cavabda hədiyyə verək. Uşaqlığınız yadınızdadır. Tamam. Cırtdan var idi, cırtdan. Cırtdan kimdir? Cırtdan nağıldır. Bəli, nağıl qəhrəmanıdır. Elə bax, göydən cırtdan sizə bir hədiyyə göndərdi. Şükran Kitab Evindən. Verərsiniz evdə nəvələrə, uşaqlara. Sağ ol, çox sağ ol. Gözəl sözünün antonimi nədir? Dinləndə. Çirkin. Düz tapdılar. Bəli. 8 bucaqlı fiqurun 8 tərəfi var, yoxsa yox? Ha, var. Var. 9 olar ha. Yox, 8-dir. 100%. Əminsən? Hə. Verək hədiyyəvi. Gedib sayacam ha. Təbriklər. Bir söz var deyirlər. Fransız xalqı keyf edir, səhv söhbətdir. Maçdağa pişikləri keyf edir. Dünyada ən çox əhali Hindistanda yaşayır, yoxsa yox? Düzdür səhv. Düzdür, deyəsən. Yox, hə. Təqribi bir dənə Şahruxandan başda saymağa gör neçə nəfər olur. Nəyim? Hesabla da Hindistanı. Şahruxan 1, Amirxan 2. Səncə ən çox əhali orada ola bilər? Düzdür, ola bilər. Ola bilər, hə. Verək hədiyyəni, verək. Namaste, namaste. Təcrübəli. Şairdir, yoxsa yox? Kimdir bəs? Ay maşallah, bir hədiyyə də sənə. Çox sevinirik ki, bizim gənc nəsil bizim dəyərli sənətkarları tanıyır. Şükran Kitab Evindən hədiyyə qazandınız. Bunu tapmışıq çıkanda, amma çəkilmək istəmir. Bir sual verəcəm Hoppa. sizə. Nətər sualı boşluğa verək. Aradan çəkik o. Biz dinlə. Nəysə, Nələri çəkək, yaxşı.